Salam əziz tələbələr, bugünkü dərsdə biz Windows 11 əməliyyat sistemi haqqında danışacağıq. Əvvəla ümumiyyətlə əməliyyat sisteminin nə olduğunu öyrənərək oradan başlamaq istəyirəm. Əvvəlki dərslərdən də biz tanışıq ki, əməliyyat sistemi kompüterin ümumi işini idarə edən, istifadəçi ilə kompüter arasında dialoq yaradan, kompüterdə olan proqramların işini idarə edən bir proqram toplusudur. Windows 11 əməliyyat sistemi Microsoft firmasına məxsus olan əməliyyat sistemlərindən biridir. Microsoft firması ümumiyyətlə Windows adı altında ilk dəfə 1995-ci ildə əməliyyat sistemi buraxdı. Onun ardınca bir sıra Windows adı altında əməliyyat sistemləri buraxılıb. Onların arasında ən uğurluları vaxtı ikən Windows XP, Windows 7, Windows 10 əməliyyat sistemləri olmuşdur. Windows 11 hələ ki tam təsdiqini tapmayıb, çünki hələ ki yeni əməliyyat sistemidir. Amma düşünürəm, mənim şəxsi fikrimcə Windows 10 əməliyyat sistemi elə bilirəm ki, Windows 11-dən daha rahat interfeysə malik idi. Artıq 2021-ci ildən bəri Windows 11 istifadəçilərin istifadəsinə buraxılıb və artıq Windows 10 əməliyyat sisteminin dəstəyi yenilənməsi Microsoft firması tərəfindən rəsmi olaraq dayandırıldığı üçün bizim tədris proqramından da həmin Windows 10 mövzusu çıxarıldı. İmtahana da Windows 11 əməliyyat sistemi düşəcək. Windows 11-in bir sıra versiyası var. Windows 11 Home, Pro, Pro for Workstation var, Enterprise, Education. Hardan bunu görə bilərik? Məsələn, boş bir hissədə burada düşünürəm ki, aha, buradadır. Windows 11 Pro versiyasıdır məsələn məndə. Biz bunu ZSPC-nin istənilən boş yerində Properties-dən girib baxa bilərik. Siz də öz kompüterinizdə Windows 11 əməliyyat sisteminin hansı versiyasının olduğunu oradan girib baxa bilərsiniz. Windows 11 əməliyyat sistemində hansı yeniliklər əlavə olunub? Mən onların bəzilərinin adlarını sayacağım sizə yadıma düşdükcə. Və onlardan da birazdan hissə-hissə danışacağıq. Birinci növbədə istifadəçi interfeysi. İnterfeys tamamilə Windows 10-dan fərqli olaraq yeniləndi. Yəni hər şey tamamilə fərqlidir. Effektlər, pəncərə quruluşları, gördüyünüz kimi aşağıda tapşırıq paneli, bəlkə kimsə Windows 10 işlədibsə, o fərqi məncə görəcək. Aşağıda tapşırıq paneli və digər yenilənmələr. Start menyusu, başlat menyusu əvvəlki kimi deyil artıq, Windows 10-dan tamamilə fərqlidir. Performansda bir dəyişiklik var. Əməliyyat sisteminin yüklənməsi, yəni işə salınması, proqramların yüklənməsi nisbətən əvvəlki versiyadan daha yüngül, daha sürətli baş verir. Sonra başqa biraz təhlükəsizlik yenilənmələri də var və Snap Layouts adlı yenilənməmiz olacaq bizim. Birazdan danışacağım barədə pəncərələrin ekranda yerləşməsi ilə bağlı. Başqa virtual iş masalarının yaradılması düzdür Windows 10-da var idi, amma burada bir balaca bu hissəni dəyişdiriblər. Virtual iş masaları, Microsoft Store gəlib. Yəni artıq Microsoftun özünün belə deyim, mağazasından mı deyim, endirilmələr yerindən mi deyim, adı bildiyimiz telefondakı kimi App Store-da, Play Market-də, oradakı kimi girib buradan bizə əl çatan proqramları, oyunları yükləyə bilirik. Sonra başqa nə deyim, nə yadımdadır. Süni intellekt var burada. Copilot. Yəni istədiyimiz bir sualı verə bilirik. Misal üçün buna sual verirəm ki, Windows 11 əməliyyat sistemi ilə bağlı test hazırla. Cavablarda 5 ədəd variant olsun. Baxaq görək süni intellekt bizə nə təklif edəcək. Düşünürəm ki, hazırlayacaq. Aha, deyəsən nəsə bir şey hazırladı. Windows 11 hansı ildə rəsmi olaraq istifadəyə verildi? Belə bir şey də eləyibmiş. Aha. Nəsə də, yəni belə nə istəsən, adi bildiyimiz digər süni intellekt proqramları kimi bir şeydir.
İstifadəsi çox rahatdır. Başqa bir sıra widgetlər, sonra başqa nə deyim sizə, elə bunlar. Yenilənmələr bunlardır. Windows 11 əməliyyat sisteminin kompüterə quraşdırılması üçün minimal tələblər nələrdir? Ən azı heç olmasa 1 GHz takt tezliyi olan prosessor olmalıdır kompüterdə. Başqa prosesorun mərtəbəliliyi 64 bit, əməli yaddaşın tutumu minimum 4 GB, kompüterin disk sahəsi, yəni hard disk, SSD, boş yer minimum heç olmasa 64 GB olsun. Düzdür, əməliyyat sistemi özü 64 GB yer tutmasa da o qədər boş yer olmasını istəyir, tələb eləyir. DirectX 12 qrafikasını dəstəkləyən video kart olmalıdır. TMP2 təhlükəsizlik çipi olmalıdır. İnternet bağlantısı olmalıdır ki, əməliyyat sistemini biz kompüterə quraşdıra bilək. Bu belə. Windows 11 əməliyyat sisteminin əsas komponentləri nələrdir? Əsas komponentlər deyəndə, yəni onun əsas tərkib hissələri nələrdir? Belə deyə bilərəm. Birinci növbədə ekranda burada gördüyümüz iş masası. İkincisi, aşağıda gördüyümüz bu zolaq, hansı ki taskbar, tapşırıq paneli adlanır və onun üzərində yerləşən start menyusu. Bunların hər biri haqqında ayrı-ayrı sizinlə danışacağıq. Desktop iş masası üzərində bir sıra obyektlərin yerləşməsini təmin edən bir elektron masadır, belə deyək. Onun üzərində bizim qovluqlarımız, qısa yollarımız və bir sıra fayllarımız yerləşə bilər. Məsələn, fayl, qovluq və üzərində ox işarəsi ilə fərqlənən qısa yollar. Bunlar iş masası üzərində yerləşə biləcək obyektlərdir. Taskbar, tapşırıq paneli haqqında danışsaq, taskbarın özünün üzərində nələr var? Birinci növbədə başlamaq istəyirəm bu hissədən. Bura adlanır widgetlər, widgets. Widgetlərdə hava haqqında məlumat olur, xəbərlər olur, nə bilim, hər hansı idman xəbərləri ola bilər orada. Yəni bir sıra belə məlumatlar yerləşir. Windows 11 versiyasında buralarda yerləşirdi, Windows 10-da. Windows 11-də onu burada qıraqda yerləşdiriblər. Start menyusu Windows-un əməliyyat sistemində start menyusu qıraqda gəlirdi. Düzdür, burada da yerini dəyişib sola göndərmək olur, amma Windows 11-in elə bilirəm ki, görünüş olaraq özəlliyi elə bunun ortada yerləşməsidir. Onu gözəllik verən elə budur düşünürəm. Müəllim, bir sual verə bilərəm. Bəli. Müəllim, bu notebook falan alırıq. Bu əməliyyat sistemi niyə FreeDOS kimi göndərirlər? Yəni niyə hal-hazırda Windows 11 kimi göndərmirlər? Windows 11-i sonradan əlavə ödənişlə quraşdırmaq üçün. Ona görə. Əlavə ödənişlə quraşdıraq deyə. Anladım, başa düşdüm. Sağ ol. Axtarış yeri var burada. Proqramların, hər hansı bir faylların axtarılması üçündür. Əgər axtardığımız hər hansı bir element kompüterimizdə varsa, onu kompüterimizdə tapacaq. Əgər yoxdursa, o zaman bizə müxtəlif brauzer təklifləri verəcək. Məsələn, nələr axtarmışıq, onlar hamısı burada qalıb. Məsələn, axtaraq ki, nə axtara bilərik? Şəbnəm Tovuzlu Popuri. Çox şükür ki, tapılan nəticələr arasında kompüterimdə heç bir nəticə tapılmadı. Sağ tərəfdə isə bizə bir sıra linklər verir ki, yəni buradan girib axtarışa uyğun nəticələri görə bilərik. Task View, tapşırıq görünüşü. Task View-a daxil oluram. Burada mənim hal-hazırda ekranında açıq olan proqramlar görsənir. Hansıları ki, mən buradan asanlıqla idarə edə bilərəm, bağlaya bilərəm. Və virtual iş masaları. Mən New Desktop-a girib, yeni bir virtual iş masası yarada bilərəm. Və burada da tamamilə fərqli istədiyim proqramları açıb, onlarla işləyə bilərəm. Məsələn, burada mən açmışam Excel-i, digər virtual iş masamda isə Excel ilə bağlı heç bir məlumat yoxdur. Aşağı tapşırıq panelinə baxsaq, Excel-ə aid heç bir məlumat görmürəm. Amma mən cəld şəkildə
Ctrl-Win və sağ oxları ilə digər virtual iş masasındakı açıq pəncərəyə girə bilərəm. Bu özəllik Windows-un əməliyyat sistemində də var idi əslində. Ctrl-Win və sağ-sol oxlarla elə bil bir hesabdan başqa hesaba cəld keçmək kimi düşünə bilərsən bunu. Virtual iş masasının silinməsi, o da Win Ctrl F4. Bu virtual iş masasını silməlidir. Düşünürəm ki, sildi. Hə, Excel-i bağladım, ona görə avtomatik o masanı bir dəfəlik sildim. Bərk edilmiş və aktiv proqramlar. Bəzi proqramların işarələri mən o proqrama daxil olmasam belə aşağıda burada yerləşir. Məsələn, oyun, Microsoft Store, File Explorer, bunlar buradadır. Amma bəziləri mən həmin proqrama daxil olduqca burada açılır. Onlar da əlavə edilmiş proqramlar adlanır. Proqramı tapşırıq panelinə bir sıra üsulla əlavə eləmək olar. Misal üçün, üsullardan biri ekranda tapırıq istədiyimiz proqramı, onun üzərində sağ düymə və burada Pin to taskbar. Həmin proqramı tapşırıq panelinə bərkitdik. Və eyni qayda ilə biz onu buradan yenidən unpin eləyə bilirik. Unpin olmalıdır indi burada hardasa. Unpin from taskbar. Digər bir üsul, proqram açıq olduğu müddətdə onun üzərində sağ düymə və pin to taskbar. Artıq bunu bağlasaq belə işarə orada qalır. Digər bir üsul, aşağıda tapşırıq panelində proqramın ikonu üzərində mouse'un sağ klavişini vurub açılan kontekst menüdən unpin from taskbar. Digər üsullardan biri də proqramın ikonunu dartıb taskbara yapışdırmaq deyəcəkdim. Windows-onda bu işləyirdi. Burada bunu ləğv ediblərmi? Deyəsən artıq bu funksiya burada yoxdur. Çox maraqlıdır. Əvvəlki əməliyyat sistemlərinin hər birində bu var idi. Hə, üstündə hətta belə bir qadağandır işarəsi də gəlir. Hə, bu olmurmuş. Başqa bir də buradan da düşünürəm ki, eləmək olar. Sağ düymə və pin to taskbar. Startdan proqramı tapdım, buradan pin elədim və eyni qaydada sonradan buradan unpin elədim. Əvvəllər Windows 10 versiyasında proqramı sürükləyib pin eləmək olurdu, amma sürükləyib unpin eləmək olmurdu. Windows 11 versiyasında heç də artıq pin eləmək də yox imiş. Sonra harda qalmışdıq? Taskbarda bərk edilmiş açıq proqramlar, bunu deyirdim. Ardınca gəlir, burada belə bir düymə var, Show Hidden Icons. Bura daxil oluram və bəzi sistemlə bağlı xəbərdarlıqlar verən, bəzi arxa fonda işləyən proqramlar verilir burada. Hansıların ki, işarələri burada açıq formada ekranda düzülməyib. Həmin ikonları burada gizlədib sanki. Quick Settings. Quick Settings bölməsi buradır. Burada biz internet bağlantısı, Bluetooth, uçuş rejimi, enerji qənaəti, Night Light, məncə fərqi özünüz hiss elədiniz. Night Light var burada, Accessibility və ekran parlaqlığı. İndi sizdə bu fərq hiss olunmayacaq yəqin ki, səs və s. Digər burada olan bölmə Notification Center. Burada kalendar və sənin kompüterə gələn bildirişlər. Hal-hazırda məndə heç bir bildiriş yoxdur. Burada zınqrov şəkli olur, bildiriş olduqda. Bildiriş yoxdur. Və ekranın aşağı hissəsində tapşırıqlar panelinin ən sağ küncündə, mən hal-hazırda mouse'u gətirmişəm, bilmirəm sizdə o bilinir yoxsa yox. Burada Show Desktop adlı kiçik bir düymə yerləşir. Show Desktop düyməsi ekranda bir sıra pəncərə açıq olduqda özünü daha effektiv göstərir. İndi sizə göstərəcəm. Mouse'u gətirirəm və klikləyirəm. Pəncərələr cəld şəkildə aşağı tapşırıqlar panelinə yığılır və ora yenidən kliklədiyimdə pəncərələr eyni qaydada ekrana yenidən yerləşdirilir. Bax, bu Show Desktop düyməsidir. Tapşırıqlar paneli haqqında danışdıq.
İndi sizə tapşırıqlar panelinin kontekst menyusu haqqında danışmaq istəyirəm. Kontekst menyular haqqında sizinlə növbəti, yəni bu dərsin ikinci hissəsində ətraflı danışacağıq. Amma tapşırıqlar panelinə artıq başladığımıza görə istəyirəm bunu deyim. Kontekst menyu mausun sağ klavişini kliklədiyimiz zaman açılan belə bir siyahıya deyilir. Kontekst menyu hansı obyektin nəyin üzərində klik ediriksə, onun üzərində bir sıra əməliyyatları özündə saxlayan bir bölmədir. Yəni asanlıqla cəld funksiyalara əl çatmaq üçün bir yerdir. Tapşırıq panelinin üzərində sağ düyməni kliklədiyimizdə cəmi 2 funksiya aktivləşir orada. Biri Task Manager. Task Manager proqramı məsələlər dispetçeri, tapşırıqlar meneceri də deyə bilərik. Deməli, burada hal-hazırda bizdə açıq olan proqramlar, backgroundda işləyən proqramlar, sən də məndə arxa fonda 90 dənə proqram işləyirmiş. Əslində çoxdur. Bunlar hamısı əməli yaddaşın boş sahəsini tutur. Performans, hal-hazırda mikroprosesorun nə dərəcədə yüklü olması, sonra memory, yəni RAM-ın, əməli yaddaşın nə qədər, neçə faiz yüklü olması, SSD və hard diskin səsli, səssiz, yəni rahat işləməsi və həmçinin video kartın nə dərəcədə yüklü işləməsi, yəni bütün bunlara burada nəzarət edə bilirik. Startup bölməsindən isə enable olan proqramlar kompüter işə düşən anında avtomatik özü işə düşən, arxa fonda işə düşən proqramlardır. Məsələn, Copilot niyə o proqram kompüter işə düşən kimi dərhal işə düşsün ki? Disable. Bu tablet proqramı mənim digitizerimin proqramıdır. O özü avtomatik niyə işə düşsün ki, düzdür? Disable. Artıq mən kompüteri işə saldığımda həmin proqramlar arxa fonda öz fəaliyyətinə mən həmin proqramlara girənə qədər özləri avtomatik öz başına başlamayacaqlar. Hamısını bir qırağdan tutub disable eləmək məsləhət deyil. Çünki burada elə proqramlar var ki, o proqramlar həqiqətən də arxa fonda öz işini görsə yaxşıdır. Antivirus, bir sıra driverlə bağlı proqramlar, təhlükəsizliklə bağlı proqramlar və s. Task Manageri klaviaturadan bir neçə formada, ümumiyyətlə tək klaviaturadan yox, bir neçə üsulla açmaq olar. O üsullardan biri Ctrl-Shift-Escape klavişlər kombinasiyasıdır. Gördünüz, bu həmin Task Manageri aktivləşdirdi. Digəri tapşırıq panelinin kontekst menyusunda idi. Digər bir üsul Windows-un əvvəlki versiyalarında işləyirdi. Yoxlamamışam Windows 11-də, amma ümid eləyirəm ki, burada da o işləyəcək. Ctrl-Alt-Delete, bilmirəm sizdə ekranda görünür ya yox. Açılan menyudan Task Manager-ə vurdum, kliklədim, həmin Task Manager pəncərəsi açıldı. Və Run proqramını işə salsaq, Startda Run adlı proqram yazıb axtarıb girə bilərik. Həmin Run proqramının içərisində Task Manager-ı yazsaq, Task Manager-i aktivləşdirə bilərik. Bunlar tapşırıqlar menecerinin açılma üsulları idi. Taskbarın üzərində sağ düyməni klikləyəndə Taskbar Settings, Taskbarla bağlı sazlamalar. Mən buradan seçib sizə ən önəmli, ən vacib hissələr danışmaq istəyirəm. Çünki burada elə detallar var ki, nə o qədər də praktiki cəhətdən istifadə olunması çox da vacib olan funksiya deyil. Gündəlik hamı işlətməz. Nə də ki, heç imtahana o detala toxunmazlar. Yəni, ən vaciblərini mən sizə seçib buradan danışıram. Birinci növbədə biz burada nə görürük? Taskbar Items. Taskbar Items sahəsi özündə Search, Task View və Widgets 3 dənə əmri saxlayır. Yəni, mən aşağıda gördüyünüz bu axtarış düyməsini bir neçə formada sazlaya bilərəm. Hide. Həmin hissə ümumiyyətlə aşağıda olmasın. Ancaq ikon formasında olsun. İkon və həmçinin nişan formasında olsun. Yəni, ikon da var. Həmçinin orada axtarış bölməsi belə də var. Və Search Box. Axtarış qutusu formasında kimə necə xoşdur, kimə necə rahatdır, eyni qaydada istifadə edə bilər. Task View tapşırıq görünüşü orada olsun ya da olmasın. Bu haqda sizinlə danışdıq. Widgets. Widgetlər taskbarın sol tərəfində olsun ya da yox. Məsələn, mən heç istifadə eləmirəm, onu ləğv eləyə bilərəm. Dərsdə sizə göstərmək üçün onu orada aktivləşdirmişəm ki, danışanda görək.
Daha sonra gəlir sistem panel ikonları deyə bilərik biz buna. Bunun içərisində də emojilər, qələm, ekran klaviaturası funksiyaları yerləşir. Yəni bu hissələr daha çox belə deyim də, ekran touchscreen rejimini dəstəkləyən kompüterlər üçündür. Sonra gəlir burada Other System Tray Icons. Burada olacaq digər sistem ikonları, belə deyə bilərik. Və bunun içərisində bir sıra piktoqramlarla işləmək, onların tapşırıqlar panelində əks etdirilməsi, etdirilməməsi kimi əməliyyatlar olacaq. Məsələn, aşağıda taskbarda bunlardan hansını görmək istəyirsən, onun qabağında off-u on eləyə bilərsən. Sonra Taskbar Behaviors, tapşırıq paneli davranışları. Bu bölmədə də ki, taskbarın parametrləri, görünüşü, bu tipli şeylər olacaq. İndi sizinlə görəcəyik onları. Baxaq bir orada nə var. Taskbar Alignment. Gördüyünüz kimi, taskbarın elementlərini ekranın sol tərəfindən yerləşdirdi və yaxud da ki, istədiyin kimi mərkəzdən onu yerləşdirə bilərsən. Sonra başqa burada yerləşir. Taskbarın avtomatik gizlədilməsi. Mən bunu klikləsəm, taskbar müvəqqəti olaraq gizlədilir. Mən mausu aşağı gətirdiyimdə taskbar çıxır, peyda olur deyəcəkdim. Yəqin Zoom proqramındayım. Hə, gəldi. Belə. Sonra belə bir funksiya yerləşir burada. Bu da Azərbaycanda tapşırıq paneli tətbiqlərində nişanları göstər. Əgər məsələn məndə WhatsApp və yaxud digər bildiriş verən hər hansı bir tip proqram varsa, o zaman bu nişan aktiv olduğunda, məsələn WhatsApp-dan mənə mesaj gəldiyində, onun ikonu üzərində mesaj bildirişi görünür. Bu həmin bildirişləri göstərmək üçündür. Digər bir show flashing. Bu da Azərbaycanca necə olacaq bu? Tapşırıq panelində tətbiqlərin yanıb sönməsi belə olacaq təxminən. Yəni tətbiqlərdə yanıb sönməni göstər. Təxminən belə. Bu funksiyanın mahiyyəti nədir? Demək, bəzən olur ki, hansısa proqram bizə bildiriş verir. Məsələn, Zoom-da hər hansı biriniz çatan mesaj yazsaz, burada məndə aşağıda ola bilsin ki, belə qızarma görünsün. Yəni o hissəni mənə vurğulayır. Yəni mən orada bildiriş gəldiyini görüm. Belə bir vurğulama, qırmızı formada fərqləndirici forma ilə mənə göstərilir. Başqa. Show my taskbar on all displays. Bu məndə niyə işləmir hal-hazırda? Çünki bir neçə monitor qoşulmalıdır kompüterə bu funksiyanın işləməsi üçün. Məndə hal-hazırda kompüterə yalnız öz monitoru qoşulub. Bir neçə monitor qoşulduğunda avtomatik həmin funksiya aktivləşir. Bu hissə tapşırıq panelindən istənilən pəncərənin paylaşılması. Daha sonra bu funksiya tapşırıqlar panelin sağında görünüb görünməməsini təmin etməkdir monitorlarda. Bir də burada bizə vacib olan və hətta əvvəlki illərdə qəbula düşən bir hissə haqqında danışacağam ki, yenidən bəlkə Windows 11 ilə bağlı eyni bu hissədən sual qarşımıza çıxdı, ola bilər. Combine Taskbar Buttons and Hide Labels. Tapşırıqlar paneli ikonlarının qruplaşdırılması və nişanların gizlədilməsi. Bu funksiya bizə 3 seçim verir. Default olaraq, yəni susmaya görə orada aktiv olan funksiya always-dir. Yəni ki, sən aşağıda baxın ikonlara, işarələrə. Sən eyni bir proqrama aid bir neçə pəncərəyə girdiyində, həmin pəncərələr avtomatik olaraq bir düymədə qruplaşdırılır və heç birinin üzərində onların əlavə adları əks olunmur. Sadəcə nişanlar göstərilir, yəni ikonlar. When taskbar is full. Tapşırıqlar panelində yer çatmadıqda qruplaşdır. Baxın, mən bir neçəsini bağlayayım indi. Aha, baxın. Hər bir açıq proqramın yanında adı da əks olunur
və açıq olan pəncərələrin sayı çoxalan kimi, onlar tapşırıqlar panelinə yerləşməyən kimi, onlar qruplaşacaqlar bir düymədə. Aha, nəhayət ki, qruplaşdılar. Bax, bu formada. Açıq olan bütün pəncərələrin adları da əks olunur işarələrin yanında. Qruplaşma isə yalnız tapşırıq paneli dolduqda baş verir. Bir də Neve kombayni var, yəni heç vaxt qruplaşdırma. Taskbara proqramları yerləşmədiyində onun yanında 3 nöqtə, yəni davam et və bu hissədə həmin o çoxlu açılıb, amma bura yerləşməyən proqramları, pəncərələri bizə burada yığıb göstərir. Düşünürəm ki, istifadə üçün rahat olanı şəxsən mənə görə always funksiyasıdır. Çünki hamısını bir düymədə qrup şəklində görmək düşünürəm ki, daha rahatdır, amma yenə də zövq məsələsidir. Kimə hansı rahatdırsa ondan da istifadə edir. Sonra bir də başqa burada nə deyəcəm sizə? Bir də bu. Taskbar düymələrinin hansı ölçüdə əks olunması. Always funksiyası. Yəni taskbar ikonlarını gördünüz, hamısı kiçildir. Həmişə kiçik göstər. When taskbar is full, yəni sən proqramlar açdıqca və burada yer balacalaşdıqca avtomatik bunu da balacalaşdırır və never, yəni heç vaxt balacalaşdırma. Əslində düşünürəm ki, when taskbar is full daha yaxşıdır. Yəni mən çoxlu pəncərələr açdıqca yer olsun deyə avtomatik buradakı ikonların kiçilməsi o daha yaxşı görünər, daha səliqəli görünər. Bu hissədə əlaqəli parametrlər, tarix və saat bildirişlərin ayarlanmasıdır. Sonra start menüsü haqqında sizə danışım. Start menüsündə yuxarıda axtarış zolağı yerləşir. Eynilə buradakı search düyməsi də tanış olduq. Pinned bölməsində pinlənmiş, sabitlənmiş proqramlar yerləşir ki, all hissəsinə daxil olub bütün proqramlara buradan baxa bilərik və istədiyimiz proqramı bura asanlıqla pinləyib sabitləyə bilərik. Tez, cəld şəkildə həmin proqrama çatmaq üçün. Recommended. Burada isə təklif olunan, tövsiyə olunan daha doğrusu proqramlar yerləşir. Ora aiddir. Nələr olur orada? Yəni ya tez-tez girilən, tez-tez istifadə olunan proqramlar olur orada. Ya da ki, son quraşdırılmış proqramlar orada olur başda. Sonra aşağıda bu hissədə biz görürük username, istifadəçi adını. Bura daxil olub biz öz istifadəçi hesabımıza nəzarət eləyə bilərik. Cloud yaddaşı, istifadəçi hesabından çıxış vermək, account-a daxil olmaq və s. Və burada söndürməklə bağlı bir neçə power funksiyası var. Bunları da bilmək çox zəruridir. Birinci növbədə burada lock düyməsi, lock funksiyası kilidləmə. Əgər mən bunu klikləsəm, avtomatik olaraq ekran kilidlənir. Sanki öz telefonunu necə kilidə qoyursan, sonra çıxarmaq istəyəndə səndən şifrə istəyir, eyni qaydada olacaq. Sleep rejiminə kompüteri qoyduğumuz zaman kompüterin ekranı qaralır. Bəzi işləyən proqramlar öz performansını aşağı salır, amma kompüter tamamilə sönmür. Ekranda açıq olan nə görürsənsə, hər şey olduğu kimi qalır. Kompüterin sadəcə ekranı qaralır və kompüter keçir aşağı enerji sərfiyyatı rejiminə. Yəni bir var ekranı açıq qoyum gedim harası, bir də var qapağı bağlayım, ya buradan sleep-ə qoyum gedim. 1-2 saatdan sonra qayıdıb gələcəm ki, cəmi 5-10% istifadə olunub, açıb yenə də işimə davam eləyə bilirəm. Hibernate, Azərbaycan dilində DİM-in tərcüməsi, Microsoft-un tərcüməsinə görə mürgüləmə rejimi, amma rus dilində gibernasiya. Mürgüləmə rejimidir bu və bu rejim vasitəsilə belə deyim, əvvəl shutdown-u deyim, sonra hibernate deyəcəm sizə. Shutdown hər şey bağlayıb kompüteri söndürür. Hibernate rejimi elə bir shutdown-un, sleep-in hibrididir. Hibernate-ə kompüter qoyduğumuzda, kompüter sanki shutdown olurmuş kimi hər şey sönür. Amma yenidən kompüteri power klavişini, power düyməsini vurub yandırdığımızda, ekran açılandan sonra görürük ki, sən demə sleep-də olduğu kimi hər şey ekranda qalıb.
Hibernate sleepin daha uzun müddətli formasıdır. Sleepə qoysam, batareya sərfiyyatı yenə də var, enerji gedir. Amma Hibernate-ə qoyduğumda artıq kompüter tamam sönür deyə enerji daha yaxşı qənaət olunur. Məsələn, bir həftə, 10 gün, 2 ay istifadə eləməyəcəm, Hibernate daha yaxşı variant. Amma kompüter yandırdığımda yenidən hər şey öz əvvəlki vəziyyətində işləməyə davam edir. Bir də burada belə bir özəllik var ki, Hibernate-də nə baş verir? Normalda biz bilirik ki, kompüter sönəndə əməli yaddaş, RAM sıfırlanır. Bəs necə olur ki, biz kompüteri Hibernate rejiminə qoyduğumuzda kompüter sönür, amma yandırdığımızda RAM-ın məzmunu silinməmiş olur? Çünki biz kompüteri Hibernate mürgüləmə rejiminə qoyduğumuzda əməliyyat sistemi avtomatik olaraq SSD və ya hard diskin içərisində hyperfill.sys adlı bir sistem faylı yaradır və ekranda açıqda olan bütün proqramları əməli yaddaşdan atır hard diskə, SSD-yə və həmin faylı yaddaşda saxlayır. Axı SSD-nin hard diskin məzmunu daimidir, yəni kompüter sönsə belə qalır. Ona görə hər şeyi orada yığıb saxlayır və kompüter sönür. Yandırdığımda yenidən həmin faylın içində saxlanılan proqramları qaytarır əməli yaddaşa. Yəni testdə də soruşsa cavab belə olacaq ki, Hibernate rejimində əməli yaddaşın məzmunu sərt diskə köçürülür. Bunun Sleep-dən fərqi budur. Amma Sleep-i köçürülür. Müəllim, Hibernate Windows 10-da var idi, yoxsa yox idi? Var. Hamısında var. Biz onu kontrol paneldən aktivləşdirə bilirik. Var, hamısında var. Başqa nə danışacağım sizə? Startın ayarlarından danışa bilərəm sizə. Start Personalize-da Start bölməsində nələr var? Personalization Start. Burada Start menüsü ilə bağlı bəzi tənzimləmələr var. Layout Startın görünüşü necə olsun? Daha çox pin olunan, default versiyası, daha çox təklif, tövsiyə olunan proqramların göstərilməsi. Sonra burada var, yəni mən qısa-qısa məlumat verirəm bunlardan sizə. Sonuncu əlavə edilmiş proqramın göstərilməməsi, tez-tez istifadə olunanların göstərilməməsi. Ondan sonra startda tövsiyə olunan fayllar, File Explorer-da son girilmiş fayllar siyahısının əks olunub, əks olunmaması. Sonra başqa burada startda hansı qovluqların burada əks olunması. Bunların hamısını buradan biz ayarlaya bilirik. Bu da startın ayarları. Bundan başqa Windows 11-də belə bir özəllik haqqında danışmaq istəyirəm. Mika və Fluent Interface funksiyaları. Düzdür, biz ayarlara girib konkret olaraq Mika nədir və Fluent nədir belə bir şey görüb sazlaya bilmərik. Bu, sistemin öz üstündə gələn ayarlardır artıq. Deməli, belə deyim sizə, Fluent ümumiyyətlə Windows 11 əməliyyat sistemində bütün o gördüyünüz vizual dəyişikliklərdir. Hansı ki, pəncərə kənarlarının biraz nisbətən Windows 10-la müqayisədə yumru olması, animasiyaların daha canlı yerinə yetirilməsi, hərəkətlər, materiallar, rənglər, miqyaslaşma, yuvarlaq künclər, bütün bunlar hamısı Fluent Interface funksiyaları adlanır. Mika nədir bəs? Mika, belə deyim sizə, divar kağızı ilə, yəni arxa fonda, background-da gördüyünüz şəkillə inteqrasiya. Belə göstərim sizə. Bu, açdığım pəncərədir. Pəncərənin başlığı hissəsindəki rəng arxa fonda, background-da olan şəklin rənginə görə mən onu hərəkət etdirdikcə dəyişir. Düzdür, arxa fonda elə bir şəkildir ki, rənglər təxminən bir-birinə oxşardır. Ona görə çox fərq də vermir. Düşünürəm ki, biraz da olsa hiss olunur. Aşağıda nisbətən tünd, yuxarıda nisbətən açıq. Bu pəncərələrin rənglərinin uyğunlaşması Miko nə idi? Mika interfeysidir. Bundan başqa bir də belə bir şey də deyim sizə ki, bir saniyə. Bu da Mika özəlliyi sayılır. Aktiv olan pəncərə
nisbətən digərindən daha fərqli formada əks olunur. Biz digərinə keçən kimi o birisi solğunlaşır. Bu da bizim həmin pəncərəyə fokuslanmamızı təmin edir sanki. Windows 11 əməliyyat sisteminin əsas obyektləri haqqında danışmaq istəyirəm. Bayaq mən əslində sizə dedim, iş masasında nələr yarada bilərik deyə. Fayllar, qovluqlar və qısa yollar. Bunlar bizim yarada biləcəyimiz, görə biləcəyimiz obyektlərdir. Və bütün bu obyektlərin ekranda görünən işarələrinə piktoqramlar deyilir. Piktoqram, ikon, necə sənə rahatdır deyə bilərsən. Qovluq. Qovluq məlumat deməyək də, faylların, sənədlərin bir araya toplanmasını təmin edən bir məkandır. Bax, bu qovluq. Qovluqların iki növü var. Bir, istifadəçi qovluqları var, hansılar ki, sarı rəngdə olur və onları biz yaradırıq. Bir də var xidmətli qovluqlar, hansına ki, kompüterin özünə məxsus olan qovluqlara aiddir. Onlara users files, this PC, recycle bin, control panel bunları aid etmək olar. Control panel məndə ekranda bu arada yoxdur, amma əlavə etmək olur. Sonra arxiv qovluqları, ziprar qovluqlar. Bunlar bir də şəbəkədə paylaşılma qovluqları. Onlar hamısı xidməti qovluqlara aiddirlər. İstifadəçi qovluq yalnız bizim tərəfindən yaradılan sarı rəngli qovluqlar adlanır. Fayl haqqında biz əslində əməliyyat sistemləri dərsində danışmışdıq. Faylların növləri, faylın uzantısı, faylın adı, faylın tipi bunlar haqqında danışmışıq, tanışıq. Qısa yol. Qısa yol obyekti digər obyektlərdən kənarında olan ox işarəsi ilə fərqlənir. Bu qısa yolun, shortcut'ın məqsədi nədir? Misal üçün, mən hər dəfə dərsdə sizə hər hansı bir faylı göstərmək üçün bir neçə hissəyə keçid eləyib, oradan hansısa bir faylı tapıb göstərirəm. Hər dəfə bura girməmək üçün ekranda həmin faylın işarəsini qısa yol şəklində əlavə eləyirəm. Bunun məqsədi bir də ora girib axtarmayım, birbaşa bura link kimi üstünə klikləyim, həmin faylı açım deyədir. Bu qısa yoldur. Qısa yol yaddaşında yalnız location-ı saxlayır. Ona görə bunun həcmi standart olaraq testlərdə 1 kilobayt hesablanır. Qısa yolun özünə məxsus uzantısı var. Hər fayla görə dəyişmir, standartdır. İstəyir qovluğun qısa yolunu yarat, istəyir faylın qısa yolunu yarat, istəyir proqramın qısa yolu olsun. Bütün qısa yolların uzantısı .lnk olur, yadınızda saxlayın. Yəni, uzun sözün qısası, qısa yol fayla cəld keçid üçündür. Qısa yolu silsən, fayla heç bir şey olmayacaq. Linki silirəm, deyil mi? Linki sildim, fayl yenə də yerindədir. Amma gedib faylı kökdən silsəm, məsələn, buradakı kimi. Fayl zibil qutusundadır. Qısa yola girdiyimdə faylı zibil qutusundan bərpa etməyi təklif edir mənə və həmin faylı açır. Əgər faylı təməlli silsəm, Shift Delete klaviş kombinasiyası, o zaman qısa yola kliklədiyimdə restore yox, shortcut'ı qısa yolu da silib silməməyimi soruşur. Pəncərə növləri. Windows 11 əməliyyat sistemində 3 pəncərə növü var. Qovluq pəncərəsi, proqram pəncərəsi və dialoq pəncərəsi. Qovluq pəncərəsi aydın məsələdir. Fayllarımızı, sənədlərimizi içinə yığırıq. Başqa heç bir şey yoxdur burada yəni. Proqram pəncərəsi, o da hər hansı proqrama girdiyimizdə açılan pəncərə. Dialoq pəncərəsi isə əksər hallarda bizdən hər hansı bir nəticəni gözləyən, qərarı verməyimizi gözləyən bir pəncərədir. 90% hallarda dialoq pəncərələrini minimize və ya maximize etmək olmur. Amma yenə də deyirəm 90% hallarda. Bəlkə də 99. Yerdə qalan o kiçik bir hissə faiz elə pəncərələri var ki, onların ölçülərini bəlkə dəyişmək olur, minimize, maximize var, amma onlar yenə də dialoq pəncərəsidir. Dialoq pəncərəsini digərlərindən necə fərqləndirə bilərsən? Səndən hər hansı bir nəticə cavab gözləməyindən. Cancel, OK, belə bir apply funksiyaları görürsənsə, bu dialoq pəncərəsidir.
Misal üçün, faylı silmək istədiyimizdə açılan pəncərə dialoqdur. Çünki məndən hər hansı bir qərarı verməyimi gözləyir. Faylı yaddaşa vermək istədiyimiz zaman açılan pəncərə. Qovluğa bənzəsə də aşağıda save, cancel düymələri var, minimize, maximize yoxdur. Bu dialoq pəncərəsi adlanır. Pəncərələrdən danışmışkən belə bir şey də deyim sizə. Deməli, burada pəncərənin yuxarı hissəsində idarəetmə düymələri var ki, minimize pəncərəni cəld şəkildə aşağı tapşırıqlar panelinə yığır. Maximize pəncərəni tam ekran böyütmək üçündür. X close düyməsi pəncərəni bağlamaq üçündür. Maximize düyməsinin üzərinə mausu gətirdiyimizdə belə bir Snap Layouts adlanan funksiya aktivləşir. Bu da Windows 11-in özəlliklərindən biridir. Pəncərələri cəld şəkildə bu formada, əlverişli formada açmaq üçündür. Bir də özümüz əllə tutub ora-bura dartmayaq. Özü təklif eləyir ki, hansı formada sənə açmaq xoş olar. Bəlkə bir saniyə üstünə gətirirəm. Bəlkə bu formada olsun. Yarı belə, yarı belə. Amma seçməyib, sadəcə özümüz klikləsək, pəncərə tam ekran olur və artıq 2 kvadrat olandan sonra bu düymə Restore Down pəncərəni əvvəlki vəziyyətinə bərpa etmək olur. Pəncərələrdən də sizə danışdım. Son bir şey danışacağım sizə və bizim bugünkü Windows macəralarımız yekunlaşacaq. Drag and drop texnologiyası, faylın bir yerdən başqa yerə sürüklənməsi, bu barədə danışacağım. Mən kontekst menyuya baxıram. Kontekst menyuda paste əmri deaktivdir hal-hazırda. Paste əmrinin, yəni yapışdır əmrinin deaktiv olma səbəbi mübadilə buferində heç bir şeyin olmamasıdır. Mübadilə buferində nəyinsə olması üçün bir saniyə kiçik bir şey yaradaq burada. Mübadilə buferində nəyinsə olması üçün həmin obyektin üzərində cut və ya copy əməliyyatlarından hər hansı birini icra etmək lazımdır. Ondan sonra paste funksiyası aktivləşəcək. Burada paste funksiyası da var. Paste shortcut da funksiyası var. Onların fərqlərini də deyəcəm indi sizə. Əgər mən paste funksiyasını yerinə yetirsəm, kopya eləmişəm axı. O zaman faylın öz kopyası yapışdırılır. Amma əgər mən paste shortcut funksiyasını yerinə yetirsəm, o zaman faylın özü deyil, onun qısa yolu əlavə edilmiş olacaq. Və əgər biz obyekti copy etmişiksə, onu yalnız bir dəfə çaşdım, üzr istəyirəm. İstənilən sayda, yəni buferdən silinənə qədər, kompüterin yaddaşı dolana qədər istənilən sayda paste yapışdırmaq funksiyasını icra edə bilirik. Amma əgər obyektin üzərində cut yerinə yetirsək, o zaman diqqət edin, yalnız paste funksiyası işləyir. Artıq paste shortcut burada gəlmir. Yalnız paste etmək olar, özü də ki, bir dəfə. Növbəti dəfə bizə paste etməyə icazə vermir. Yəni, cut olunmuş obyekt yalnız bir dəfə yapışdırıla bilər. Office proqramlarında fərqli idi. Office proqramlarında cut eləsən, copy eləsən, mübadilə buferinə düşür və oradan istənilən sayda yapışdıra bilirsən. Bunu Office proqramları dərslərində keçəndə özünüz də görə bilərsiniz. Amma Windows-da elə deyil, yadda saxlayın. Cut elədinsə bir dəfə paste eləmiyorlar, copy elədinsə buferdən silinənə və kompüterin yaddaşı dolana qədər istənilən sayda yapışdırmaq olar. Qısası, cut və ya copy funksiyaları icra edildiyində obyekt mübadilə buferinə düşür. Obyekt mübadilə buferinə nə vaxt düşmür bəs? Məsələn, onu bir yerdən başqa yerə sürükləsək. Mən bunu buradan bura daşıyıram. Bu move funksiyasıdır, yer dəyişmə. Və yaxud ola bilər ki, mən onu bir yerdən başqa yerə dartanda kopyasını da yaradım, göstərəcəm sizə. O isə kopya olmuş olacaq. Bu hallarda obyekt mübadilə buferinə düşmür. Belə hallara deyirlər drag and drop texnologiyası, yəni sürüşdür və burax. Obyektin mübadilə buferinə düşmədən yer dəyişməsi və ya köçürülməsi texnologiyası. Drag and drop. Drag and drop'a nələr aiddir? Mən indi onlar haqqında danışmaq istəyirəm sizə. Əgər biz obyekti sadəcə bir yerdən digər yerə dartsaq, bu move-dur. Əgər obyekti dartan zaman biz Ctrl klavişini basılı saxlayıb dartsaq, görürsünüz, hal-hazırda Ctrl basılı olduğu üçün orada copy sözü gəldi.
Yəni bu copy funksiyasıdır. Əgər obyekti dartan zaman shift klavişini bassam, buraxan zaman bu move funksiyası olacaq. Və əgər Ctrl Shift düymələrini birgə basıb obyekti sürükləsəm, bu shortcut, create shortcut funksiyası olacaq. Təkrar edirəm. Ctrl-la sürüşdürsək copy, Shift-lə sürüşdürsək move, hər ikisini basıb sürüşdürsək, bu artıq shortcutını yaradacaq. Özünü deyil, shortcutını əlavə eləyəcək. Və burada sizdə sual yarana bilər ki, axı müəllim, onsuz da bunu belə sürükləyəndə bu move olursa, shift-lə bunu belə move eləməyin mənası nədir? Var bunun mənası. Onu ekranda burdan bura, oradan bura sürüşdürmək üçün yaratmayıblar ki. Mən indi göstərəcəm sizə. Bunun adını qoydum file. Və diqqət etsəz, mən hal-hazırda D diskindəyəm. Bir pəncərə daha açdım. Bu isə C diskidir. İndi diqqətlə bura baxın. Mən bir obyekti D diskindən C diskinə götürüb sürüşdürsəm, əlavə heç bir düyməni basmıram. Digər əlim boşdur. Bu copy funksiyasıdır. Görürsünüz? Fayl burada da var, burada da oldu. Bu copy funksiyasıdır. Əgər mən hər iki tərəfdə eyni diskə məxsus olan pəncərələri açsaydım, bax, bu da D diskidir, bu da D diskidir. Buradan bura sürüşdürmənin nəticəsi move-dur. Gördünüz, yeri dəyişdi. Bax, Ctrl və Shift klavişlərini əslində burada istifadə eləmək lazımdır. Əgər mən bu faylı buradan bura sürüşdürürəmsə, eyni diskin daxilində sürüşdürmə olur deyə bunun adı move funksiyasıdır. Amma mən Ctrl klavişində istifadə eləsəm, gördünüz, Ctrl bastığım üçün artıq kopya əməliyyatı yerinə yetirilir. Gördünüz? Və yaxud da fərqli disklər arasındayım. Bu C diski, bu D diski. Buradan bura sürükləmə adi halda kopya olursa, mən shift düyməsini bassam, o zaman bunu ləğv edib move-a çevirir. Görürsünüz? Yadda saxlayın. Eyni disklər arası obyektin köçürülməsi, eyni diskin daxilində obyektin köçürülməsi, eyni diskin daxilində move-dur. Fərqli disklər arasında köçürmə, kiminsə flash kartından özünə, özündən kiminsə diskinə, bu hər zaman copy-dir. Ctrl düyməsi copy üçündür, shift düyməsi move üçündür. Əgər mən ayrı disklər arasındayamsa və bundan bura sürüşdürürəmsə, copy baş verirsə, Ctrl basmağım məntiqsizdir. Çünki onsuz da copy-də ayrı disklərdə copy olur, Ctrl-da copy-də eyni şey oldu. Amma shift-lə move eləyə bilərəm. Əgər eyni disklərdəyəmsə, o zaman eyni disk daxilində move-da axı, burada da shift-i basmağın mənasıdır. Çünki shift-lə sürükləmə də move-dur. Amma əgər mən Ctrl bassam, Ctrl-la sürüşdürmə axı copy-dir, o zaman burada işləyəcək. Bax, bunları yadda saxlayın. Eyni diskin daxilində move olduğunda shift-i basmaq mənasızdır, eyni şey eləyir deyə. Ayrı disklər arasında da onsuz da copy olur deyə, orada da Ctrl-u basmaq mənasızdır. Bax, bu sizə danışdığım drag and drop texnologiyası idi. Obyekti mübadilə buferindən düşmədən bir yerdən başqa yerə sürüklənməsi. Bundan başqa obyekti send to ilə göndərmək, o da drag and drop funksiyalarından biri sayılır. Misal üçün, obyektin üzərində sağ klik və buradan send to eləsək, onu hər hansı bir yerə göndərmək, bu da mübadilə buferindən istifadə etmir. Bunlar hamısı drag and dropdur. Və son bir drag and drop, əgər obyekti dartanda onu sol yox, sağ klavişlə dartıb buraxsaq, açılan copy here, move here əmrləri, bunlar da drag and dropdur. Yəni, qısası, mübadilə buferindən istifadə eləyən yalnız cut və copy'dir. Və onların düymə qarşılığı Ctrl-S, Ctrl-S. Qalan bütün sürüşdürmələr, copy here, move here, send to, bunları hamısı buferdən istifadə eləmədən göndərir və bunlar drag and drop texnologiyası adlanır. Bugünlük dərsimiz bu qədər. Növbəti hissədə sizinlə Windows əməliyyat sisteminin davamını keçəcəyik. Pəncərələr, daha doğrusu orada File Explorer pəncərəsi, standart proqramlar, idarəetmə paneli və s. bu tərz şeylərdən danışacağıq. Sağ olun, salamat qalın.